Polis peşəsi ağır peşədir, çətin peşədir. Polis peşəsinə öz həyatını sərf edən insan bir çox xüsusi keyfiyyətlərə malik olmalıdır. Polis əməkdaşı birinci növbədə ölkəsinin devlətinə, konstitusiyasına, qanunlarına tam sadiq olmalıdır. Polis əməkdaşı bilikli olmalıdır, öz sahəsində yüksək təhsilə malik olmalıdır, təcrübəli olmalıdır, iradəli olmalıdır, cəsarətli olmalıdır, qorxmaz olmalıdır. Polis əməkdaşı saf mənəviyyətə malik olmalıdır. Sizə inanıram, sizə arxalanıram və bu güclə də və bu qüvvə ilə də biz müstəqil Azərbaycanı günü-gündən inkişaf etdirəcək və gələcək nəsillərə daha da gözəl Azərbaycan bəxş edəcək.